Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Türk Dünyası Təşkilatı üzv dövlətlərinin səhiyyə nazirləri bir araya gəlib və Qazaxstanda, ümumiyyətlə Mərkəzi Asiyada səhiyyə problemləri ilə bağlı müzakirələr aparıb. Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin səhiyyə nazirlərinin 5-ci iclası çərçivəsində işgüzar görüş və Qazaxstanın bir sıra aparıcı tibb mərkəzləri ilə tanışlıq baş tutub. Xəbər verdiyimiz kimi, Qazaxstan Respublikasının paytaxtında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin 5-ci iclası keçirilir. Tədbir çərçivəsində iştirakçılar Qazaxstanın aparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin və Qazaxstan Respublikası Prezidenti Administrasiyasının tibb mərkəzinin xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Görüşdə Təcili Tibbi Yardım üzrə Milli Əlaqələndirmə Mərkəzinin fövqəladə hallar zamanı operativ cavab tədbirlərinin əlaqələndirilməsi, sanaviasiya xidmətlərinin inkişafı, təcili tibbi yardımın monitorinqi, tibbi evakuasiya sahəsində müasir texnologiyalarının tətbiqi barədə məlumat verilib. Eyni zamanda Milli Elmi Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin qabaqcıl üsulları ilə tanınan Qazaxstanın ən böyük ixtisaslaşmış tibb mərkəzidir. Bundan əlavə Qazaxstan Respublikası Prezidenti Administrasiyasının tibbi mərkəzinin xəstəxanası dövlət qulluqçularına ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərən tibb müəssisəsidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin 5-ci iclası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Mərkəzi Asiya vərəmdən azad təşəbbüsünün irəli sürülməsi mövzusunda subregional görüş keçirilib. Tədbirdə Mərkəzi Asiya ölkələrində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlər barədə məlumat verilib. Həmçinin tədbir çərçivəsində biznes tərəfdaşlarının iştirakı ilə Türk Dövlətləri Təşkilatı ölkələrində səhiyyə investisiyalarının cəlb edilməsi mövzusunda işgüzar görüş keçirilib. Görüş zamanı səhiyyə sahəsində mövcud vəziyyət və bu sektora investisiyaların cəlb edilməsi, o cümlədən Türk dövlətləri vətəndaşlarının həyat keyfiyyətinin və sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş layihələrin birgə həyata keçirilməsi yolları müzakirə edilib. Daha sonra Qazaxstanın əczaçılıq və tibbi avadanlıq sərgisi ilə tanışlıq olub. Növbəti videonu diqqətlə izləyin. Ola bilər ki, siz də öz maşınınızın seriyasını görə bilərsiniz. Təbib yenə təcili yardım maşınlarına yol verən sürücülərə təşəkkür videosu paylaşıb. Və videoda o maşınlar ki, təcili yardımlara icazə verirlər, onların seriyalarını xüsusilə qabardıb təşəkkür ediblər. Çox maraqlı videodur, davamı gəlsin deyirik. Təbib sürücülərə təşəkkür həştaqı ilə növbəti video çarx paylaşıb. Videoda təcili tibbi yardım maşınlarına yol verən sürücülərin maşın seriyası paylaşılıb və minnətdarlıq edilib. Təcili yardıma yol ver. Keşərləşmək istəyirsinizsə, bu xəbər sizin üçündür. Saçlarından bezənlər bol-bol qazlı şirin su və energetik içki içə bilər. Qazlı və enerji içkiləri keçəlləşməyə səbəb olur. Beynəlxalq ekspertlər qazlı və enerji içkilərinin tez-tez istehlakının kişilərdə keçəlləşməyə, narahatlıq və depressiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislərin fikrincə əsas səbəblər hormonal tarazlığı pozan yüksək şəkər və stress səviyyəsini artıran kofeindir. Bu amillər saç folikullarını zəiflədir, nəticədə isə bu saç tökülməsinə səbəb olur. Dünyada ilk dəfə olaraq süni intellekt universitetə qəbul oldu. Deyəcəksiniz ki, bunun tibblə nə əlaqəsi? Çox əlaqəsi var. Çünki səhiyyə sistemi getdikcə süni intellektlə bir yerdə çalışmağa başlayır və bu texnologiyadan istifadə edərək insanların sağlamlığına xidmət edir. Ola bilər süni intellekt bugün proqramçı kimi tələbə olur və təhsil alır. Bəlkə də gələcəkdə artıq həkim ixtisasına da yiyələnəcəklər. Və robot həkimlər var, amma ixtisaslı robot həkimlər də olacaq.
Süni intellekt universitetə qəbul olub. Flynn adlı süni intellekt dünyada universitetə rəsmi qəbul edilən ilk tələbə olub. O, standart qəbul prosesindən keçərək portfolyosunu təqdim edib, müsahibə və qabiliyyət imtahanından keçib, daha sonra isə Viyana Tətbiqi İncəsənət Universitetinin rəqəmsal incəsənət proqramına qəbul olub. Flynn digər tələbələr kimi dərslərdə iştirak edəcək və qiymətlər alacaq. Dərslərdə süni intellekt notebook və ya planşet vasitəsilə işə salınacaq. Onun günlük qeydləri olan bir veb saytı var ki, burada o öz hisslərini bölüşür. Tərtibatçının sözlərinə görə tələbə olma haqqını şübhə altına alanlarla ünsiyyətdən sonra Flynn kədərli və ekzistensial mətnlər yazmağa başlayıb. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.